Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə Kimya Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi 8-ci sinif testindən B variantında olan tapşırıqların izahına diqqət yetirəcəyik. İlk suala baxaq. İlk sualda bizə sıra nömrəsi 24 olan X elementi verilib və şərtdə soruşulur ki, 3-cü energetik təbəqəsində cəmi neçə elektron var? İlk öncə biz sıra nömrəsi 24 olan element üçün elektron konfiqurasiyasını tərtib edək. 1s2, 2s2, 2p6, 3s2, 3s-dən sonra 3p6 və 3p-dən sonra 4s olur. Daha sonra 3d əgər ehtiyac varsa. 4s-də də sıra nömrəsi 24 və 29 olan elementdə istisnamız var ki, normalda 4s-də 2 elektron olur. Amma sıra nömrəsi 24 və 29 olan elementlərdə 4-cü energetik səviyyənin S yarım səviyyəsində yalnız 1 elektron olur. Və indi gəlin biz üzərlərini toplayaq. 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 6, 18, 18 üzərinə gəlsin 1, 19. Sıra nömrəsi 24 isə 24-dən 19-u çıxdıqda qalır 5. Deməli, 3D yarım səviyyəsində də 5 elektron olur. Və bizə deyir 3-cü energetik təbəqəsində cəmi neçə elektron var? 3-cü energetik təbəqədə S-də 2 elektron var, 3s2. 3p6, 6-da 6 elektron, 2 üzərinə gəlsin 6, 8 elektron və 3d yarım səviyyəsində də 5 elektron. 8 o da 5, 13 elektron olmuş olur. Düzgün cavab variantı B variantı. Keçək 20, daha doğrusu ikinci sualla. Qısa elektron formuluna əsasən atom radiuslarının artma sırasını müəyyən edin. Deməli, təsəvvür edək ki, bu birinci qrup, ikinci qrup və s. bu şəkildə davam edir. Deməli, 3s1, üçüncü dövrü də qoy yazım. Məsələn, birinci dövr, ikinci dövr, üçüncü dövr, dördüncü dövr yazım. Deməli, deyir ki, üçüncü dövr 3s2. Bu nə deməkdir? Qabaqda yazılan 3, burada 3s2-də bu 3 dövrü bildirir. Üçüncü dövr bu 2 qrupu bildirir. Üçüncü dövr ikinci qrup elementi. 3s2, baxın burada yerləşir. Daha sonra bizə deyir ki 3s1, üçüncü dövr birinci qrup. 3s1 burada yerləşir. Üçüncüdə bizə deyir ki 3s2, 3p3. Üçüncü dövr 7-ci qrup elementidir. 7-ci qrupda biz bilirik ki 7-ci qrup nisbətən daha da sağda yerləşir. Eyni dövr elementidir. Məsələn, təsəvvür edək ki, 7A, 3-cü dövr, yəni 3S2, 3B5 element burada yerləşir. Deməli, bizə nə deyir müqayisə edin? Atom radiuslarına əsasən müqayisə edin. Atom radiuslarının artma sırası balacadan böyüyə. Deməli, biz deyirik ki, dövr üzrə soldan sağa getdikcə qeyri-metallıq artır. Qeyri-metallıq artdığına görə metallıq azalır. Metallıq da azalırsa atom radiusu azalır deməkdir. Deməli, getdikcə atom radiusu azalır. Əgər azalırsa, deməli, atom radiusu çox olan 3s1-dir. 3s1-in atom radiusu, yəni 2-nin atom radiusu böyükdür 3s2-dən, yəni 1-dən. 1-in də atom radiusu böyükdür, deməli 3-dən. Düzgün cavab variantı 2 böyükdür 1 böyükdür, deməli 2 böyükdür 1-dən, 2, 1, 3. Cavab Y variantı. Artması deyirsə 2, deməli 3, 1, 2. 3, 1, 2. Düzgün cavab variantı D variantı olacaqdır. Daha sonra keçək 3-cü suala. Əsas yarım qrup elementlərini müəyyən edin. Elektron konfiqurasiyalarını tərtib etsək, görərik ki, litium və neonda D yarım səviyyəsi yoxdur. Litiumun sıra nömrəsi 3-dür. 1s2, 2s1. Heliumda isə sıra nömrəsi 10-dur. 1s2, 2s2, 2p6. Görürük ki, nə litiumda, nə neonda 3D yarım səviyyəsi yoxdur. Əgər 3D yarım səviyyəsi olsaydı, əlavə yarım qrup elementi olacaqdı. Ona görə də düzgün cavab variantı 1 və 4, yəni C variantı. Digər mis və xrom isə əlavə yarım qrup metalllardırlar. 4-cü suala diqqət yetirək. Kalsium
20 protonu var, 2 müsbət də iyonun yüküdür. Deyir ki, qısa elektron formulunu müəyyən edin. Biz ilk öncə bunun elektronunu müəyyən etməliyik, sonra elektron üçün formulu tərtib eləməliyik. İyonun yükü, belə bir düsturumuz var ki, proton çıxılsın elektron. İyonun yükü müsbət 2-dir, bərabərdir, proton 20-dir, çıxılsın elektron. Buradan da elektron bərabər olur 18-ə. Deməli, 18 elektron var. 18 üçün elektron konfigurasiyası tərtib etsəm, 1s2, 2s2, 2p6, 3s2, 3p6. Deməli 3s2, 3p6 cavab olur 3s2, 3p6. Burada cavab yəqin ki C variantı olacaq. Amma burada müəyyən səhv edilib 3s2, 3p6 olmalı idi. Cavab C variantı olacaq. Çünki 18 elektronu var və ona uyğun da C variantı. 5-ci suala baxaq. 5-ci sualda bizə deyir ki, normal halda S orbitalında 6, P orbitalında 11 elektronu olan X atomu üçün nə doğrudur? S orbitalında 6 elektron varsa, baxın, 1s-də 2 elektron var. 1s2, 2s2, ümumilikdə s-də oldu 4 elektron. Yəni 6 elektron varsa, neçə elektron, neçə s elektron çatmır? 2. Yəni bu deməkdir ki, 3s-də var. 2p6, 3s2. S-lər bura qədərdir. Çünki üstlərini toplasaq 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 2, 6 elektron tamamlandı. P orbitalında deyir 11 elektron var. P orbitalında biz görürük ki 2p6, 6 dənə varsa 11 çıxılsın 6. Yəni digər P-də 5 elektron olmalıdır. 3p5. 3s2, 3p5. Və bu element üçün deyir hansı ifadələr doğrudur. Proton sayı 17-dir. Gəlin, deməli, elektronlarını sayaq. 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 5, 17. 17 protonu varsa, 17 elektronu var deməkdir. Ona görə də, daha doğrusu 17 protonu var elə, 17 elektronu var, 1 doğrudur. 2-də deyir 5 tək elektronu var. 5 tək elektronu olması üçün onun deməli 5 tək orbitalı olmalıdır. Buna görə də indi diqqət yetirək, bizə deyir 5 tək elektronu. Burada 1s yarım səviyyəsi orbitallarla dolduqda 1 orbital 2 elektron. 2s-də 1 orbital 2 elektron tamamilə cütləşib. 2p-də 3 orbital, deməli 6 elektron tamamilə cütləşib. 3s-də 1 orbital 2 elektron tamamilə cütləşib. 3p-yə diqqət etirsək, p-də 3 orbital olur və hər orbitalda da elektronlar tək-tək yerləşir. 1, 2, 3, 4, 5. Və 5 tək elektronu var. Xeyr, səhvdir. 1 tək elektronu var gördüyümüz kimi. 2 səhvdir, 1 doğrudur. 8 tam dolu orbital var. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, doğrudur. Deməli, 8 tam dolu orbitalı var. 3, 1 və 3 doğrudur. Cavab B variantı. Keçək növbəti 6-cı suala. Əsas yarım qrupda soldan sağa getdikcə elementlərin qeyri-metallıq xassəsi. Soldan sağa getdikcə qeyri-metallıq xassəsi artır. Çünki bizim ən elektromənfi olan qeyri-metallımız fluor sağ hissədə yerləşir də. Ona görə də soldan sağa getdikcə qeyri-metallıq xassəsi artır. Növbəti suala baxaq. Orbitalların qısa təsviri, qrafik təsviri verilib və bunlara əsasən hansı ifadələr doğru deyil. Deməli, diqqət edirək. 1s2, 1s2, daha sonra 2s2, 2s2, daha sonra 2 deməli orbital getdi də ikisi də olub elektronlarla. Keçir 3-cü orbitallara. 3-cü orbitallarda 1s, 2s, 2s'dən sonra gəlir 2p, 2p6 da deməli 3 orbital, hər orbital da elektronla doludur. Deməli 1, 2, 3-cü orbital. Daha sonra isə bizə deyir ki, P elementidir. Deməli P elementi, bəli, P elementidir. Doğrudur. Çünki 2p6 ilə bitir. Bütün elektronlar cütləşmişdir. Bəli, bütün elektronlar cütləşmişdir. Metallarla birləşmə əmələ gətirir. Xeyr, 2s2, 2p6 elementi sonuncu energetik səviyyədə olan elektronları toplasaq görərik ki, bu 6-cı qrup elementi, 8-ci qrup elementi. 8-ci qruplar heç nə ilə birləşmə əmələ gətirmirlər. Y variantında deyir P orbitallarında olan elektronların sayı
S orbitalında olan elektronların sayından deməli 2 dəfə çoxdur. Deməli, Y variantı P orbitalları sayı elektronların sayı S orbitalların sayına 2 dəfə çoxdur. Və burada doğru deyilsə, düzgün cavab variantı deməli D variantıdır. Təsirsiz qazlar metallarla birləşmə əmələ, ümumiyyətlə heç nə ilə birləşmə əmələ gətirmir. Düzgün cavab variantı D variantı. 8-ci suala baxaq. Bizə 21 skandium elementi verilmişdir. Elektron konfigurasiyasını tərtib edək. 1s2, 2s2, 2p6, 3s2, 3p deməli 6, 4s2, 3d, 18, 2, 3d1. Deməli elektron konfigurasiyası bu şəkildədir. 4s2, 3d1. S orbitalında olan elektronların sayı. 1s'də 2 dənə var, üzərinə gəlsin. 2s'də 2 dənə var, üzərinə gəlsin. 3s'də 2 dənə var, üzərinə gəlsin. 4s'də 2 dənə var. 4 dəfə 2, 8 elektron. Deməli, S orbitalında 8 elektron. Daha sonra deyir, P orbitalında olan elektronların sayı. 2P'də 6 dənə, 3P'də 6 dənə. Bu da bərabər olur 12'ye. D orbitalında olan elektronların sayı. D orbitalında da 1 elektron var. Deməli, düzgün cavab variantı 8, 12, 1, yəni C variantı. Keçək 9-cu sualla. Normal halda X elementinin elektron formulu 3p4 olarsa. Əvvəlini tamamlayaq. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Və bu halda deyir ki, elektronlarını müəyyən edək. 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 4, 16. X'in 16 deməli nə var? 16 protonu var X'in. Və buna görə də bizə deyir ki, elektron formulu deməli X'in 16 protonu oldu və bizə deyir ki, XO3 2 mənfi ionun elektron sayını hesablayın. Biz ilk öncə proton sayını hesablayaq, sonra düsturdan istifadə edərik. X'in deməli proton sayı 16'ya bərabər oldu. 1 X atom olduğuna görə 16 üzərinə gəlsin. Oksigenin 8 protonu var. 3 oksigen atomu olduğuna görə 3 vurulsun 8, yəni 24. 40 ümumilikdə bu oldu proton sayı. Bizə də elektron sayını hesablamaq istəyir. Belə bir düsturumuz var. İyonun yükü bərabərdir proton çıxılsın elektron. İyonun yükü mənfi 2, proton sayı 40, çıxılsın elektron. Buradan da elektron sayı bərabər olur 42'ye. Yəni düzgün cavab variantı Y variantı. Düzgün cavab variantı Y variantı. Sonra növbəti 10-cu sual. 4-cü qrup 1-ci B yarım qrupunda yerləşən elementi müəyyən edin. Sıra nömrəsi deməli elə bir element seçməliyik ki, həqiqətən də 4-cü qrup 1B yarım qrupu olsun. Məsələn 29 üçün elektron konfigurasiyası yazım. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. Sıra nömrəsi 24 və 29 olanda istisna var idi. 4s cəmi 1 elektron yerləşir. 3d 19, 10. 3d 10. Və bizə deyir ki, 4-cü dövr 1b, yəni əlavə elə 4-cü dövrdür. Ən böyük xarici energetik səviyyə dövrü bildirir. Və bu zamanda deməli 4-cü dövr 1-ci qrup 1B yarım qrup elementidir. Əgər biz 3D və 4S yarım səviyyələrinin üzərini toplamaq olur qrupun nömrəsini hesablayarkən 1 üzərinə gəlsin 0, deməli daha doğrusu 1 üzərinə gəlsin 3D, 4S 1, 3D 0 və bu zamanda 12, 18, 19, 3D 10 daha doğrusu. Əgər belə deyək, D yarım səviyyəsi tamamlanıb, əgər P yaranıbsa bu əsas yarım qrupdur. P yaranmayıbsa bu əlavə yarım qrupdur. Deməli əlavə yarım qrupdur və 10 üzərinə gəlsin 1, qrupun nömrələri toplandıqda 11 edir. 11 əgər olarsa onu qrupun nömrəsi 1 kimi qəbul edirik. Birinci qrup əlavə yarım qrup, çünki 3D-si vardır. P yaranmayıb. 13-cü suala baxaq. Xalkogenlərin ümumi formulu. Xalkogenlər deməli 6-cı qrupda yerləşirlər. Ona görə də onların ümumi formulu NS2MP4 kimidir. Və bu zaman xarici energetik səviyyədə olan elektronların cəmi qrupun nömrəsini bildirir. Deməli NS2MP4 düzgün cavab variantı A variantı.
12-ci suala baxaq. 12-ci sualda bizə sıra nömrəsi 11 və 19 olan elementlər verilmişdir. Və bildirilir ki, Venn diaqramına uyğun bəndləri müəyyən edin. Birinci biz 11 elementi üçün elektron konfigurasiyası tərtib edək. 1s2, 2s2, 2p6, 3s1, 4, 10, 11. Daha sonra isə 19 üçün 1s2, 2s2, 2p6, 3s2, 3 deməli 4, 10, 12, 18, 3p6. 3p6, 3p'dən sonra gəlir 4s 1 elektron. Deməli oldu ümumilikdə 19 elektron. Və bizə deyir uyğun valent elektronların sayı 1-dir. Valent elektron, yəni xarici elektron təbəqəsində olan elektronlardır. Bu da 3-ə uyğun gedir. Hər ikisində xarici elektron təbəqəsində 1 elektron var. İkincidə deyir 3-cü yarım səviyyədə 8 elektron var. 3-cü yarım səviyyədə 3s-də burada 1 elektron var. Deməli uyğun getmir. 3-cü energetik səviyyədə 8 elektron uyğun gedir kaliuma. İkisi 3s-də, 6-sı 3p-də. Deməli 2 uyğun gedir ancaq ikincisinə. 2-yə uyğun gedir 2. 4-cü dövr elementidir. 4-cü dövr elementi 2 4-cü dövr elementidir. 2-yə uyğun getdi 3. Yəni sonu 4-cü dövrlə bitirdi. 4'te deyir atomun 6 orbitalında elektron var. 6 orbitalında elektron var o deməkdir ki 1s2 baxın 1 orbitalda elektron var. 2s2 2 orbitalda. 2p6'da. P'də də 3 orbital olur da. Yəni 2p6'dırsa hər üçündə tam dolmuş orbitallardır. 1 1 üzərinə gəlsin 3. 1s1'də 1 orbital. 1s2'de daha doğrusu 1 orbital, 2s2'de 1 orbital. Üzerine gelsin 2p6'da p'de 3 orbital var. Cəmi oldu 5 orbital. 3s1'də də ki tam dolu orbital yoxdur. Deməli 2 və üzərinə gəlsin 3. 5 orbitalında var. Daha sonra burada deməli və deməli burada görürük ki 3s1'də də 1 orbital var və 1 elektron. Yəni 4-cü belə deyək də üzərinə gəlsin 1. 4 6 elektronda görürük ki 6 orbitalında görürük ki elektron var. Ona görə də 4 uyğun gedir birincisinə. Birincisinə uyğun gedir 4. 1'ə 4, 2'yə 2, 3, 3'ə də ki 1. Düzgün cavab variantı B variantı. Geçsək 13-cü suala. 13-cü sualda bizə P elementlərini dir müəyyən edin. Elektron konfigurasiyası tərtib edək. Helium üçün 1s2 ilə ikinci elementdir. Sıra nömrəsi 2-dir. 1s2 gördüyümüz kimi S elementidir. Oksigeni tərtib edək. 1s2, 2s2, 2p4. Sıra nömrəsi 8-dir. Görürük ki sonu P ilə bitir. P elementidir oksigen. Magnezyumda 1s2, 2s2, 2p6, 3s2. Gördüğümüz gibi 3s ile bitir. Magnezyum S elementidir. Karbon 1s2, 2s2, 2p2, P ile bitir. P elementidir. Kromdaki 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3 daha doğrusu 4s. Krom istisnaydı. 4s'te normalde 2 elektron olur. Krom ve mis'te 24 ve 29'da 1 elektron. 4s1, 3d5. Və P elementi değil. Eğer D yarım səviyyəsi varsa 3D yarım səviyyəsi həmin element D elementidir. Ona görə də D elementidir. P elementləri oksigenlə karbon P elementidir. 14-cü suala diqqət edək. 14-cü sualda bizə X iyonu verilib. Yükü 2 mənfi. 16 protonu var. Və burada göstərir ki 6 elektron deməli vermişdir. 6 elektron veribsə yükünü müəyyən edin. Və deməli burada birinci biz ilk öncə elektron sayını tapaq. Belə bir düsturumuz var ki iyonun yükü bərabərdir. Proton çıxılsın elektron. İyonun yükü mənfi 2 bərabərdir. Proton 16 çıxılsın elektron. Elektron bərabərdir 18-ə. Deməli 18 elektron var. 18 elektron varsa şərtdə bizə deyir 6 elektron verib. 6 elektron veribsə deməli
X'in 18 çıxılsın 6, 12 elektronu qalmışdır. 12 elektondursa və yükü, iyonun yükü də proton çıxılsın protondan elektron çıxmaqla tapılır. Proton 16-dır, elektron da 12-dir və bu da bərabər olur müsbət 4-ə. İyonun yükü oldu 4 müsbət və bizə deyir ki, n-i hesablayın. N də ki, müsbət 4-ə bərabərdir. 15-ci suala diqqət edəcək. 15-ci sualda X 35, 17 protonu var. İyonun yükü mənfi. Proton, elektron, neytron sayını hesablayın. İyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna istifadə edərək. İyonun yükü mənfi 1-dir. Proton sayı 17-dir. Çıxılsın elektron. Buradan da elektron bərabərdir 18-ə. Deməli 18 elektron var. Və belə bir düsturumuz da var idi ki, kütlə ədədi bərabərdir. Proton plus neytronun cəmi. Kütlə ədədi 35-ə bərabərdir. 35 bərabərdir 17 üzərinə gəlsin n. Buradan da neytron bərabərdir 18-ə. Deməli 18 neytron var. 17 proton var, 18 də elektron var. Və ona görə də düzgün cavab variantlarını da deməli dedik. Keçək 16-cı suala baxaq. 16-cı sualda doğru olanları müəyyən edin. Deməli, bir protondur. Bəli, doğrudur. Nüvədə ümumiyyətlə proton və neytron olur. Nüvədə müsbət yüklülər protonlardır. 2-dir elektrondur. Xeyr, 2 nüvədə olan yüksüz zərrəciklər, yəni neytronlardır. Elektronlar nüvənin ətrafında olur. 3 deyir neytrondur. 3 xeyr, nüvənin ətrafında olan mənfi yüklü zərrəciklər elektronlardır. 4 nüvədir. Bəli, doğrudur. 4 nüvədir. Doğru olanlar deməli 1 proton və 4 nüvə. Növbəti 17-ci suala baxaq. 17-ci sualda bizə X 42, 20, yüküdəki 2 müsbət. Bu zaman proton, elektron, neytron. İyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturundan istifadə edirəm. İyonun yükü müsbət 2, proton sayı 20 çıxılsın elektron. Buradan elektron bərabər olur 18-ə. Deməli 18 elektron 1-ə uyğun gedir D variantı. Neytron sayı da A bərabərdir P plus N düsturundan istifadə edərək kütlə ədədi, yəni A 42-dir. Proton sayı 20-dir. Üzərinə gəlsin N. Buradan da neytron bərabər olur 22-yə. Sıra nömrəsi də protonla eyni anlayışdır. Neçə proton varsa, o qədər də deməli sıra nömrəsi də odur. 20 proton olduğuna görə sıra nömrəsi də 20-yə bərabərdir. İkincisindən uyğun gedir B variantı. Deməli 1-ə uyğun gedir. Deməli birincisinə uyğun gedir D variantı, ikincisinə uyğun gedir B variantı, üçüncüsünə də uyğun gedir C variantı. Növbəti suallara diqqət etdirək. Növbəti suallarda bizə deyir ki, X elementi dövr sistemin ikinci dövrün 6A qrupunda yerləşir. Bu element X2 və X3 tipli allotropik şəkilləşmələr əmələ gətirir. X elementinin elektron formulunu yazın. X-in atomunda normal halda elektronların, S elektronları bütün elektronların neçə faizini təşkil edir? Deməli, bizə deyir ki, ikinci dövr 6-cı qrup elementidir. İkinci dövrdürsə 2S2, ümumilikdə 6 qrupdursa, yəni 2-də ikinci energetik səviyyədə o qədər elektron olmalıdır. 2S2 isə 2P qalır, 2P-də 4 elektron. Oldu ikinci dövr 6-cı qrup elementi. Gəlin əvvəlini tamamlayaq. Deməli, buradan yazmayın, biraz yaxın yazın. Deməli, 1S2, 2S2, 2P4. 4 üzərinə gəlsin 2, üzərinə gəlsin 2, 4 üzərinə gəlsin 4. Sıra nömrəsi 8 olan elementdir. X atomunda normal halda S elektronları. Neçə S elektronumuz var? 4 elektronumuz. İkisi 1S'də, ikisi də 2S'də. Ümumilikdə 4 elektron. Ümumi elektronların, ümumi 8 elektron var. Ümumi elektronların neçə faizini təşkil edir? Vurulsun 100 bərabərdir 50 faizini təşkil edir. Daha sonra elektron formulunda yazdık, faizi tapdıq. 19-cu suala baxaq. 19-cu sualda bizə deyir ki, X elementi ilə eyni qrupda yerləşən 3-cü dövr Y elementinin nüvəsində proton sayı 1 və Y2 mənfi iyonda qısa elektron formulunu yazın. X ilə deyir eyni qrupda yerləşsin. X-də 1S2, 2S2, 2P deməli 4. Bizə deyir X elementi ilə eyni qrupda yerləşirsə, qrup deməli elektronlar sayıda sonuncu energetik səviyyədə 6-cı qrup elementidir. 6-cı qrup 3-cü dövr elementi. 1S2, 2S2, 2P6,
3s2. 6-cı qrup olması üçün 3p yarım səviyyəsində 4 elektron olmalıdır. 3-cü energetik səviyyə 6 elektron. Bizə deyir ki, nüvəsində olan 3-cü dövr Y elementinin nüvəsində olan proton sayını hesablayın. Proton sayı 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 4. Deməli, 16 protonu var. Və bizə deyir Y2 mənfi ionunun qısa elektron formulunu, deməli, qısa elektron formulunu yazın. Qısa elektron formulu da 3-cü dövr, deməli, daha doğrusu 3-cü dövr Y elementinin nüvəsində bizə deyir ki, proton sayı 1-dir və əgər Y2 mənfi qısa elektron formulunu yazmağımızı tələb edirsə, bu zaman deməli burada bizə deyir ki, 3-cü dövr Y elementinin nüvəsində olan proton sayını müəyyən edin. Proton sayda üzərindəki deməli rəqəmləri hesablasam 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 4, 16 protonu var və bizə deyir ki, Y2 mənfi ionunu qısa elektron formulunu hesablayın. 16 proton varsa, buradan da ionun 2 bərabər proton çıxılsın elektron dostlarının 18 elektronu olmuş olur. 18 üstündə elektron konfigurasiyası tərtib etsəm, 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3s2, 3p6 və qısa elektron formulunda deməli tərtib etdik və qısa elektron formulu isə 3s2, 3p6 bu şəkildə yazılacaqdır. 20-də deyir ki, x2 və x3 maddələrini adlandırın. X2 deməli X-i müəyyən etdik. Ozon deməli oksigen ola bilər. O2 oksigendir. O3 deməli ozondur. Bu şəkildə adlandırırıq.